İlk dəfə idi ki, təndir çörəyi hazırlayırdım. Təbii ki, bu proseslərdə mənə qonşum çox kömək oldu. Bizim hal-hazırda təndirimiz olmasa da qonşumuzun var. Qarabağda gözəl insanlarla qonşuyuq. Videonu sona qədər izləsəniz səbəbini biləcəksiniz. Uşaq vaxtı nənəm təndir çörəyi hazırlayanda hər zaman yanında durub baxırdı və ən sonuncu dəfədə 10 yaşımda təndir çörəyi hazırlanmasını görmüşdüm. Təndirə çörək bişirmək qıraqdan maraqlı görsənsə də bir o qədər məsuliyyətli və çətin işdir. Bu prosesləri mən edə bilmədim, sağ olsun qonşum bacarır. Bunları etdi. Mən də istədiyim sizlər üçün çəkib paylaşım. Bəs siz necə təndir çörəyini sevirsiniz ya marketdən alınan? Hadrut günü-gündən böyüyür və qonşularımızın sayı çoxalır. Bildiyiniz kimi bina evlərində çox da qonşuluğa önəm verilmir. Amma kənd yerində qonşuluq çox önəmlidir. Ataların bir sözü var: uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Gözəl yurdumuzda da təndir çörəyimizi hazırladıq. Bu da mənim oğlumun ən yaxın dostu Tınardır. Çörəklər bişəndən sonra sağ olsun qonşumuz bizə samovar çay qonaqlığı verdi. Bu da mənim qonşumun əl mərifəti. Siz necə qonşularınızdan razısınız? Şərhlərdə cavablarınızı gözləyin. Videomuzu bəyəndinizsə bəyənib bu kimi videoların davamı üçün səhifəmizi izləməyi unutmayın.